Kartof. Yəqin ki, mətbəximizdəki ən sadə, ən təvazökar tərəvəzdir. Amma bu sadə görünüşün arxasında əslində möhtəşəm yeməklər hazırlamağın açarı olan heyrətamiz bir elm var. Elə bugün bu sirlərin üstünü birlikdə açacağıq. Yəqin ki, bu mənzərə hamınıza tanışdır. Elə deyilmi? Mətbəxdə qarşılaşdığımız ən əsəbləşdirici anlardan biridir. Bugünkü araşdırmamızın mərkəzində də məhz bu sual dayanır. Gəlin görək, bu yapışqan sirrin arxasında əslində nə dayanır? Yaxşı, gəlin başlayaq. Səyahətimiz belə olacaq. Əvvəlcə ümumi problemdən danışacağıq, sonra kartofun iki əsas ailəsi ilə tanış olacağıq. Mükəmməl pürənin elminə baş vurub, sonda da sizi aydın, praktik həllərə aparacaq qızıl qaydaları öyrənəcəyik. Azərbaycan mətbəxini kartofsuz təsəvvür etmək olar sizcə? Məncə yox. Bozbaşdan, pitiyə, o sevimli paytaxt salatımıza qədər kartof demək olar ki, hər yerdə var. Amma, onu düzgün hazırlamaq, bax, o tamamilə başqa məsələdir. Baxın, peşəkarı həvəskardan ayıran əsas məqam da elə budur. Məqsədimiz də sadəcə bişirmək deyil, kartofun o kimyasını anlamaqdır ki, hər dəfə nəticə qüsursuz olsun. İndi gəldik ən vacib yerə. Bütün sir, bütün məsələ məhz buradadır. Kartofun mətbəxdəki taleyini təyin edən o fundamental təsnifatla tanış olaq. Deməli, baxın, peşəkar mətbəxdə hər şey tərəvəzi tanımaqla başlayır. İki növ kartof var, vəssalam. Biri sərt, o birisi nişastalı. Sərt kartoflar, bunların tərkibində su və şəkər çoxdur. Ona görə də bişəndə bütöv qalır, dağılmır. Məhz bu xüsusiyyətinə görə sulu yeməklər salatlar üçün idealdır. Nişastalılar isə tam əksinə. Suyu az, nişastası boldur və nəticə bişəndə pambıq kimi yumşaq olur, asanlıqla əzilir. Yəni mükəmməl püre, kumpir və ya o xırt-xırt qızarmış kartof üçün axtardığınız məhz budur. Gəlin indi bunlara əyanı baxaq. Solda gördüyünüz bu qırmızı və sarı kartoflar, məsələn Gədəbəy kartofu, bax onlar sulu yeməklərin, salatların canıdır. Sağdakı bu uzunsov, qabığı biraz kobud olanlar isə, məsələn russet növü, qızartma və sobada bişirmək üçün bir nömrədir. Artıq bazara gedəndə nə axtardığınızı dəqiq biləcəksiniz, elə deyilmi? Və gəldik ən çox edilən səhvə, o dəhşətli yapışqan pürə məsələsinə. Gəlin indi mikroskop altına girək və görək niyə blender sizin ən böyük düşməninizdir. Söz verirəm, bundan sonra o səhvi bir daha eləməyəcəksiniz. Təsəvvür edin ki, kartofun içində milyonlarla balaca, içi nişasta dolu şarlar var. Biz onları bişirəndə bu şarlar yumşalır. Bizim məqsədimiz isə, diqqət edin, bu şarları partlatmaq deyil, sadəcə onları bir-birindən incə-incə ayırmaqdır. Baxın, fərq bundadır. Mikser ya da blender kimi alətlər neyinir? Yüksək sürətlə fırlanıb, o nişasta şarlarını amansızca partladır. Nəticədə bütün o yapışqan nişasta azad olur və püreniz olur rezin kimi. Amma adi, klassik əl əzicisi neyinir? O, hüceyrələri zərifcə sıxır, onları partlatmadan bir-birindən ayırır. Və nəticə, pambıq kimi yüngül, havalı bir pürə. Bax, bu kiçik detal nəticəni tamamilə dəyişir. Yaxşı, bu qədər elmdən sonra keçək praktikaya. Gündəlik həyatda işinizə yarayacaq bir neçə qızıl qayda var, gəlin onlara baxaq. Kartof alanda bu siyahını mütləq yadınızda saxlayın. Amma bir şeyə xüsusilə diqqət yetirin. O yaşıl ləkələr. Bu sadəcə acı dad demək deyil, həqiqətən də tərkibindəki salananin adlı maddə sağlamlıq üçün təhlükəlidir. Yəni, yaşıl ləkə gördünüzsə, o kartofdan uzaq durun. Təhlükəsizlik hər şeydən önəmlidir. Qaynatmağın da öz sirləri var. 3 əsas qayda. 1. Həmişə soyuq suda başlayın. Əgər kartofu birbaşa qaynar suya atsanız, çölə əzilib dağılacaq, içi isə çiğ qalacaq. Soyuq su isə onun bərabər bişməsini təmin edir. 2. Süzdükdən sonra mütləq qurulayın. 1-2 dəqiqə buxarının çıxmasını gözləyin ki, o artıq nəmli getsin. 3. Və ən əsası, heç vaxt, amma heç vaxt digər tərəvəzlər kimi soyuq suyuna şoklamayın. Bişmiş kartof süngər kimidir, soyuq suyu dərhal canına çəkib dadsız və sulu olacaq. Bir də bizim o məşhur vərdişimiz var, kartofu eyvanda saxlamaq. Bilirəm, çoxumuz belə edirik. Amma bu, əslində böyük səhv ola bilər. Niyə? Çünki temperatur 7 dərəcədən aşağı düşəndə, yəni şaxta vuranda, kartofun içindəki nişasta şəkərə çevrilir. Nəticədə də o kartofu qızardanda həm tez yanır, həm də dadı xoşa gəlməz dərəcədə şirin olur. Yaxşısı budur ki, sərin, qaranlıq, quru bir yerdə saxlayasınız. Və nəhayət gəldik son bölməyə. İndi bütün bu öyrəndiklərimizi cəmləşdirib, sizin üçün super praktik bir bələdçi hazırlamışıq.
Mükəmməl, xırt-xırt kartof firinin sirri nədir? Məhz budur, yüksək nişastalı kartof. Bunların tərkibində su az, şəkər az olduğu üçün qızaranda yanmır, əksinə çölü, qızılı və xırtıldayan, içi isə pambıq kimi yumşaq olur. Deməli, problem bizdə deyilmiş, kartofdaymış. Bəs sərt kartofların yeri haradır? Onlar da əvəzsizdir. Bir anlıq düşünün, saatlarla qaynayan bozbaşın pitinin içindəki kartoflar necə olur ki, dağılmır, formasını saxlayır? Bax, sirri budur. Və əlbəttə ki, o sevimli paytaxt salatı üçün də bir nömrəli seçim məhz bu növdür. Və budur yekun cədvəlimiz. Bunu telefonunuza çəkib saxlaya bilərsiniz. Çox praktikdir. Artıq hər şey aydındır. Xırdılayan qızartma, pürə üçün nişastalı, salatlar, sulu yeməklər üçün isə formasını saxlayan sərt növlər. Bu qədər sadə. Yaxşı, indiki bütün bu elmi sirləri bilirsiniz, sizdən soruşuram. Mətbəxdə təkmilləşdirəcəyiniz ilk kartof yeməyi hansı olacaq? Ümid edirəm ki, bu məlumatlar sizə ilham verdi. İndi isə gedin və yeni biliklərinizi sınaqdan keçirin.